Gəlin çox maraqlı bir cümlə öyrənək sizinlə. Я себе заварил və yaxud я себе заварила çay. Не составишь компанию? Sizcə necə tərcümə olunur bu cümlə? Şərh bölməsində yazın. Əmin olun ki, bu çox maraqlı bir cümlədir və insanı ünsiyyətə təşviq edən bir cümlədir. Yəni mən təzə çay dəmləmişəm, mənimlə içərsənmi? Bu mənanı daşıyır. Amma bundan da qat-qat daha gözəl bir fikir var orada. Yəni bu cümləni mütləq öyrənin. Həqiqətən də çox lazım olan bir və ünsiyyətə təşviq edən bir cümlədir. Əziz məni izləyənlər, tez bir zamanda sərbəst müəllimsiz kurssuz, özünüz B2 səviyyəsində rus dilində danışa bilərsiniz. Bu mümkündür. Ətraflı məlumat aşağıda qeyd eləmişəm. Mütləq başlayın, əmin olun ki, bu kitabın sayəsində siz də rus dilində danışa bilərsiniz. Və sizdə alınmaz, çətindir, başlama, yorma özünü deyən insanları artıq bir neçə aydan sonra rahat danışanda özünü şoka salacaqsınız. Həqiqətən də bu belədir. Mütləq edin bunu ki, bu günə kimi hər dəfə bu gün sabah demişsiniz. Amma 2026-cı ildə çalışın həqiqətən də rus dilində danışın.